Salam. 11-ci sualda bax əlimizdə var bloklar sistemi. Burada sürtünmə və blokların özünün ağırlığı nəzərə alınmır. Bu belə. Sonra bizə deyir ki, X cismin potensial enerjisinin Y cisminin potensial enerjisinin nisbətini tapın. İndi potensial enerji nə idi? mgh idi, düzdürmü? Baxırıq, ilk öncə nəyi tapırıq? Kütlələri müqayisə edirik. X cisminin kütləsinə bir X desək elə. Baxıram ki, buradan baxın, gəldi və bu X neynədir? 2 hissəyə ayrıldı. Oldu 2X bölü 2, X bölü 2. Sonra eyni ipin üzəri ilə gəldi. Əgər bura x bölü 2-dirsə, burada oldu x bölü 2. Və eyni ip yenə də gəldiyi üçün, bax elə burada oldu x bölü 2. Hətta gəldi, burada oldu x bölü 2. Və burada y-yə gəldi çatdı. İndi baxıram ki, bu x cisminin kütləsini elə x götürsəm, y-nin kütləsinə nə olacaq? Baxın, 3 dənə ipdir və hamısına da x bölü 2-dirsə, 3-ü vururam x bölü 2-yə. Bu deyir 1,5x. Bax, bu nə deməkdir? İndi gözləyin. X cisminin kütləsini elə x götürsək, y-nin kütləsini götürürük, 3 bölünsün 2x. Bu indi bizə lazım olacaq potensial enerjiləri tapanda. Sonra nə edirik? Götürdük, ilk öncə x cisminin potensial enerjisinə. M-in yerinə elə x yazırıq. J-nin yerinə J. H da elə baxın, H qədər olduğu üçün H. Bölürəm, indi Y-nin potensial enerjisini. Y-nin kütləsinin yerinə artıq 3 bölü 2x yazıram. Yəni 3x, 2 yuxarı qalxdı bölmə olduğu üçün. Sonra J-ni olduğu kimi saxlayıram. H-ın yerinə bu səfər 2 dənə H yazıram. Baxın, məsafə artıq 2H-dır. 2H. Sonra ixtisarlarımızı aparırıq. X-lar ixtisar oldu, J-lər ixtisar oldu, H-lar ixtisar oldu. Hətta buradakı 2-lər ixtisar oldu. Yerdə qaldı 1 bölünsün 3. Bu da Y variantına uyğun gəldi.